Platonun əsərləri günü bu gündə dünya alimlərini heyrətə salır. Platon bütün dünya xalqları üçün doğma və əzizdir. Heç də təsadüfi deyildir ki, şərq dünyasında onu Əflatun kimi tanıyırlar və bir müdriklük mücəssiməsi kimi görürlər. Platon bizə doğma olduğu kimi bütün bəşəriyyətə doğmadır. Və Platonun ideyaları bəşər tarixində dəfələrlə yenidən mənalandırılır və həyata keçir. Məsələn, onun yeni doğulmuş uşaqların dövlət tərəfindən tərbiyə olunması, onların dövlət hakimiyyətinə, idarə edilməsinə cəlb olunması kimi fikirlər dəfələrlə həyata keçirilib, gerçəkləşdirilib. Amma ki, bu o demək deyildir ki, Platon hamı tərəfindən sevilib. Dahi şəxsiyyətlərin xüsusiyyəti ondadır ki, onlar heç də hamı tərəfindən sevilmirlər. Onları sevənlər də çox olur, onlara nifrət edənlər də çox olur. Məsələn, Platonun müəllimi Sakrat heç də təsadüfi deyildir ki, ölümə məhkum edilmişdir. Heç də təsadüfi deyildir ki, Platon qul əvəzinə bazarda satılmışdır. Dahi şəxsiyyətlər həmişə öz ətrafında olan insanlarda qısqanclıq, paxıllıq duyğularını yaradırlar və bu da son nəticədə onlara çoxlu düşmənlər yaradır. Popper onu açıq cəmiyyətin düşməni olmaqda günahlandırırdı. Russell onu komünizm ideologu olmaqda günahlandırırdı. Platon komünizm ideologu idi mi? Yox, Platon bir dahi idi. Amma ki, bu dahilikdən hər kəs öz payını götürə bilərdi. Komünistlər də, demokratlar da, liberallar da və hamısı. Dahi filosof, qüdrətli mütəfəkkir Platon eramızdan əvvəl 347-ci ildə dünyasını dəyişib.